Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruh. Ve netevekkalu aleyhi ve nusalli ve nusallim ala habibihi ve necibih. Ve hayratihi fi halqih, hafız sirrih, mübellig risalatih. Beşir ni'metih, nezir nikmetih, seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين سيما بقية الله في الأراضين وصلى الله على أئمة المؤمنين وهداة المستضعفين وهمات المؤمنين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz, dəyərli müminləri, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Uca Rəbbim bu cüməmizi xeyirli, uğurlu və bərəkətli qərar versin inşallah. İbadət itaətlərimizin qəbul olunması üçün, aqibətimizin xeyirli olması üçün Muhammed və Ali Muhammedə salavat yad edin inşallah. Allahümme salli ala Muhammed və Ali Muhammed. Bəzən insan bu dünyada istəyir bir nəfərə kömək eləyə. Onun əlindən tuta, ona yardım eləyə. Amma ona kömək etdiyi zaman başqa bir problem meydana gəlir. Yəni istəyir bir şeyi həll eləyə, o həll olunmamış başqa bir problem meydana gəlir. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Laqad xalaqnal insana fi kəbəd." Bu ayə Bələd surəsinin 4-cü ayəsidir. Biz insanı çətinlikdə xəlq eləmişik. Ümumiyyətlə çətinlik bu dünyanın ayrılmaz bir parçasıdır. Bu ayə istəyir bunu desin ki, sən nə qədər cəhd eləsən, çalışsan, səy eləsən, vurxunsan ki, ümumiyyətlə məndə çətinlik olmasın. Hədislər oxumuşam bir neçə cümlələr öncə. Bu mümkün olan bir şey deyil. Yəni çətinlik, dərd, qəm, bəla bu dünyanın ayrılmaz bir hissəsidir. Deyir, əgər insan belə düşünə ki, bu dünyada heç bir çətinliyi olmasın, heç bir problemi olmasın, heç bir sıxıntısı olmasın, o imkanı yoxdur. Ancaq və ancaq sıxıntısız həyat, rahat həyat, təyyibə həyat o cənnətinkidir. O cənnətdədir, o da əgər bizə nəsib olsa inşallah. Onu da bilmirik. O bağlıdır bizim əməllərimizin hesabına. Peyğəmbərimizin hədisi var, buyurur ki, bəzi dualar eləyirsiniz ki, o dualar ümumiyyətlə köhdən düz deyil. O dualar müstəcab da deyil. O duaların bəzisini biz cəmiyyətdə təskinlik olaraq bir-birimizə deyirik. Xüsusilə hüzur yerlərində bu dua çox istifadə olunur. Axır qəminiz olsun. Bu axır qəminiz olsun, bu mümkündür. Mümkündür bu axır qəm ola. İmkanı yoxdur. Çünki ondan sonra digər qəmlər də var. Bəlalar var, digər insanlar kim bu dünyayı tutub duracaq? O ailə üzvlərinin hamısı bir-bir dünyasını dəyişməlidir. Axır qəm deyilən bir şey yoxdur. Bu sadəcə bizə bir dənə ürək soyuqluğudur ki, deyirik məsələn, axır görüb görəcəyin bu olsun.
Deyir, görüb görəcəyim bu olsunla bitmir ki, bu davamlıdır. Bunu niyə hədis deyir ki, bu davamlıdır? Deyir, bila, o ürək soyuqluğu üçün etdiyin o duanın arxasındakı həqiqəti bil ki, o etdiyin dua mümkünsüz bir şeydir. Çünki bu dünyanın bəla ayrılmaz bir parçasıdır. Deyir, o duanı bəzən insan bu duanı qəlbinin dərinliyi ilə eləyir. Bunun davamında növbəti bir problemlərlə üzləşəndə görürsən həyatda hər şeydən küsür. Hətta yaradandan belə küsür ki, məsələn, mən niyə bu cür oldum? Niyə məsələn bu problemlər mənim başıma gəldi? Niyə mən bu problemə düşdüm? Niyə bu problemlər məndən əl çəkmir? Bu dünyada, bu aləmdə bircə mənəmmi? Yox, bu yanlış fikirdir. Hər insanın özünə məxsus problemləri var. Bəzi insanın fikir problemi var, bəzi insanın əqidə problemi var. Bəzi insanların cismi problemi var, bəzi insanların ruhi problemi var, bəzi insanların ruzi problemi var. İndi baxın, kağız qələm versək, burada oturanların hər biri öz problemini yazsa, həqiqətən qalın bir kitab olar. Siz elə bilirsiniz, məsələn, heç bu aləmdə bizim bir-birimizdən xəbərimiz yoxdur. Məsələn, uzaqdan baxıram, deyirsən, xoş bunun halına, bunun nə dərdi var, nə qəmi var, sən nə bilirsən? Bəzi dərdlər insanın daxilindədir ki, sən xaricdə nə gördüyün, biz zaten xaricdə gördüyümüz bu zahiri məsələlərdir. Tək o problem, rızq ruzu problem deyil ki, ev, maşın problem deyil ki. Bəzi insanın evi də var, maşını da var, pulu da var, amma dərd bunu öldürür, başqa dərdi var. Dərd fərqlidir, hər adamın burada bir dərdi var, bir problemi var. Və bu da qaçılmazdır və gərək bu da təbii qəbul olunan. Həzrət Musa Peyğəmbər, Allah onun ruhunu şad eləsin, bir dəfə Tur-i Siniyə gedir, Allahdan danışanda, o bir əcib qərib Peyğəmbər olub, həqiqətən onun maraqlı dastanları var. Allaha nə deyir? Deyir, ilahi, səndən bir şey istəyirəm. Nə istəyirsən gözəl Peyğəmbərim? Dedi ki, səndən bir şey istəyirəm, istəyim də budur ki, belə eləyə bilərsənmi ki, insanlar mənim arxamdan danışmasın və məni sevsinlər? Məndən heç kimin problemi olmasın. İndi bu Peyğəmbərdir, bunun duası müstəcabdır axı, Peyğəmbərlərin duası müstəcab olar. Allah vəhiy edir, ey Musa, yox. Bu duan qəbul olmadı. Çünki bəzi dualar var ki, kökdən qəbul deyil. Əvvəldə dedim, heç qəm görməyəsən. Bu dua kökdən qəbuldür. Görüb görəcəyim bu olsun, bu kökdən qəbuldür. Çünki görüb görəcəyim bu deyil. Bu axır qəmin də deyil. Allah buna vəhiy elədi, dedi, ey Musa, bu duan qəbul olmadı. Niyə? Dedi ki, mən ki Allaham, elə mənim də dalımla danışırlar. Mən ki Allaham, bəndələrim elə naşükürdülər. Nə qədər verirəm, yenə deyir, azdır. Nə qədər verirəm, gedir başqa bütə zada sitayiş. Mən verirəm, ruziyi mən verirəm, gedib o bütlərin qarşısında səcdə eləyir. Bu olmaz, bu da dünyanın qanunu belədir. Bu belədir ki, bu bəzi şeylər mümkündür. Məsələn, istəyəsən ki, düşmənin olmuyor, mümkündür. Peyğəmbərdən fəzilətlisən, yox, Peyğəmbərin nə qədər düşməni var. Bəzən biz elə düşünürük ki, Əhl-i Beytin nə dərdi olub, nə problem olub. Vallahi bu belə deyil. Böyük problemlər elə onlardan olub. Dünən axşam burada İmam Sadiq Əleyhisselamın şəhadət məclisində bəzi söhbətləri eləyirdim ki, nələrdən üzləşirdi. Biri gəlirdi, deyirdi, niyə yamaqlı geyinirsən? Biri gəlirdi, deyirdi ki, niyə yaxşı geyinibsən? İmam Həsənin xanımı bunu zəhərlədi. İmam Cavad ağanın xanımı bunu zəhərlədi. Nuh Peyğəmbər idi, xanımı yaxşı xanım deyildi. Lut Peyğəmbər idi, xanımı yaxşı deyildi. Və problem idi da, məsələn, çətindir bir adlı, sanlı. Peyğəmbər idi da bu. Amma buna çox çətin idi ki, bunun xanımı yaxşı yolda deyildi. Lut Peyğəmbər də xanımı yaxşı xanım deyildi. Mənim əsl sözüm budur ki,
insana üz verən problemlər və çətinliklərdə insan gərək azmaya, insan yolunu azmamalıdır. Çünki bu problemlər insandan ayrılmazdır. İnsan elə düşünür ki, probleminin həlli üçün bu işi görsə problemi həll olar. Yox, o işi də görsə problemi həlli deyil. Növbəti bir problem meydana gələcək. Ona görə də deyir ki, bu problemlərin qarşısında azmağa dəymir. Azsan özün üçün ziyan vurarsan. Azsan öz cənnətini əldən verərsən. Azsan şəxsiyyətini xarab eləyərsən. Bu azğınçılıq yaxşı iş deyil. Əli əleyhissalamın oğluna bir dənə vəsiyyəti var. Buyurur ki, oğlum, ya bunəyyə, İnnə minəl bəla il-faqəh. Buyurur, deyir, oğlum, müsibətlərdən biri fəqirçilikdir. Kasıbçılıq müsibətdir. Kasıbçılıq çətin məsələdir. Hər insan kasıbçılıqda o müsibətdən başuca çıxa bilmir. Çünki kasıbçılıqda tək sən deyilsən, sənin ailən var, uşağın var, onların hər biri bir baskı elədikcə insan qalır, mən nə iş görüm? Deyib, bu müsibətdir. Bu müsibət qarşısında möhkəm dayan. Deyir, və əşəddu min zalikə mərəzul bədən. Deyir ki, fəqirçilik müsibət gətirər. Ondan pis, o fəqirçilikdən pis, bədənin xəstəliyidir. Deyir, bədənin xəstəliyi fəqirçilikdən də pis müsibət gətirər. Niyə? Bədən ki, xəstə oldu, adama deyirlər ki, bunu aparın, bu xərçəngdir. Bunun, bu qabaqca nəyin dərdini çəkirdi? Pulu yox idi, kasıb idi, problemi var idi. Problemi başına aşırdı, daşırdı. İndi də bir yerə gəldi, yetişdi, deyirlər, bunu aparın, hörmət edin. O bilir ki, bu dünyada çox az ömrü qalıb. Deyir, bu müsibəti ondan şiddətlidir. Yata-yata dəli olur, divanə olur. Deyir, bunun çətinliyi fəqirçilikdən də pisdir. Üçüncü buyurur, və əşəddu min zalikə mərəzul qəlb. Deyir, bundan da pis, bundan da çətin, daha çətin qəlbin xəstəliyidir. Birinci deyir ki, ən çətin fəqirçilikdir. Ondan çətin bədənin xəstəliyidir, ondan çətin deyir qəlbdir. Qəlb niyə? Niyə deyir qəlb həm fəqirçilikdən, həm bədənin xəstəliyindən çətindir? Niyə deyir bunu? Çünki qəlb xəstə olsa, tək özü, məsələn, biri xəstədir özü üçün. Da özüdür da, bu bədəlli özü verir. Yatır xəstədir. Amma qəlb xəstə olsa, özünün ətrafında digərlərində xarab eləyir. Bir adam əgər qəlbində paxıllıq varsa, xəstəçilikdir. Bu paxıllığın nəticəsində görürsən, nə müsibətlər törədir. Nə müsibətlər törədir. Habili Qabil vurdu, öldürdü. Qabil Adəm Peyğəmbərin evladı idi. Habil də onun evladı idi. Bir də paxıllıq səbəb oldu ki, tək özü yox, vurdu, qarşı tərəfi öldürdü. Öz qardaşını öldürdü, qətl elədi. Bəzən bu qəlbin, ruhun xəstəliyi səbəb olur ki, insan özünə də yox, ətrafında böyük kütləyə nədir zərbə vurur. Deyir, bu daha pisdir. Əli əleyhissalam buyurur, deyir, bu daha təhlükəlidir. Bəs 3 dənə nəsihət eləyir. Oğluna deyir ki, 3 dənə çətinlik var, ehtiyatlı ol. Onlardan biri nədir? Böyük müsibətli məsələlərdən biri fəqirçilikdir. Ondan daha müsibətli bədənin xəstəliyidir. Ondan daha müsibətli qəlbin xəstəliyidir ki, bu qəlb xəstəliyi həqiqətən bunun bəzi məsələlər var, dərmanı çox çətindir. Dərmanı mübarizədir. Görürsən, insanın səsdə bir hirs yaranır. Bir o zaman tut, özünü tut, saxla, onun əksini elə. Onun əksini o qədər eləyəsən ki, o axırda yoxa çıxacaq, yox dərəcəsinə gələcək. Yox, insan onunla mübarizə apara bilməsə, o insanla mübarizə aparır. Həyat bir dəfə insana verilir. İnsan bir dəfə yaşayırsan.
bir dəfə ömür sürürsən. Bir dəfə də gözünü yumursan, buradan köç eləyirsən bərzəx evinə, ötəsi dünyaya. Bu dərd, qəm, bəla insandan ayrılmaz bir parçadır. Bunlar həmişə insandandır. İnsan düşünər ki, bunlar olmaya mümkündür. Əleyhissalam bir şəxs idi ki, gedirdi, bəzən dərdini quyuya danışırdı. Əleyhissalam dərdini quyuya danışırdı. Gəlirdilər, deyirdilər ki, Əli mi haqdır, Muaviyə mi? Deyir, rüzgarın üzü qarıq olsun, gör məni cəhdilər, nə qədər aşağı saldılar ki. Əlbəttə, Əleyhissalam təkəbbürlük baxımından yox, Allahın seçdiyi vilayətin məqamı, mənziləti baxımından deyir. Gör, insanlara deyirdi ki, siz gör nə gündəsiz ki, siz hələ seçə bilmirsiniz. Vilayət nədir, Muaviyə nədir? Allahın vəlisi nədir, Muaviyə nədir? Cəhdiniz məni nə qədər aşağı saldınız, ay namərdlər. Dediniz ki, bu mu haqdır, bu mu haqdır? Bəzən insan belə durumlara çox düşürsən bu dünyada. Məsələn, qeyrətli adam, namuslu adam, şərəfli adam bəzən cəmiyyətdə elə duruma gəlir, düşür ki, insan qalır belə, deyirsən, ay namərd. Yəni, mən bilirəm, mən kiməm. Amma insanların o kəm düşüncəsi, o aşağı səviyyəli düşüncəsi gətirir, onu bir vəziyyətə salır ki, o insan ki, şərəfdən xəbəri yoxdur, onun ancaq ifadəsi dilindədir, gətirirlər, onu bir kənarlaşdırırlar və yaxud onu bundan da üstünə gətirirlər, qoyurlar. Bu, həqiqətən, yəni, özünü bilən adam üçün çox çətin məsələdir. Allaha and verirəm izzət və cəlalına, Allaha and verirəm öz böyüklüyünə, Allah Taala müşküllərimizin həllində bizə yardım eləsin inşallah. Bax, 4 dənə kəlmə var. Səbr, razılıq, təvəkkül, təslim. 4 dənədir. Səbr, razılıq, təvəkkül, təslim. Deyir, bu 4 dənəyi insan həyatında icra eləyə bilsə, ən xoşbəxt adamdır. Səbr eləyə, razı qala, təvəkkül eləyə və təslim ola. Bunların 4-ünü də İmam Hüseyin əleyhissalam Kərbəlada praktiki şəkildə icra elədi. Həm səbr elədi, həm razı qaldı, həm təvəkkül elədi, həm də təslim oldu. Çox çətindir insan bu 4 dənəyi icra eləyə. Amma bu 4 dənəyi həyatında icra eləsən, həyatın çətinlikləri səndən birgə olduğu sürə sən o çətinliklərin qarşısında rahat nəfəs alasın. Çünki iman, təvəkkül, razılıq bir həddədir ki, o çətinliklər üz verdiyi zaman insanın ruhu o qədər böyük ki, ona qüvvə qələbə çala bilmir. Amma insanın ruhu kiçik olanda, imanı zəif olanda bir xırda şey də olsa insanı nədir? Kədərləndirir. Birdən görürsən, adam kədərlənir. Sual edirsən, kədərin nədir? Bir səhifəmə dislike verdilər. Yəni, like-ın əksidir. Bəzən görür insan və yaxud kədərlidir. Mən canlıma 5 nəfər baxır. Nə qədər insan dəyərsiz şey üçün kədərlənir. İnsan kədərlənmirmi bu? Kədərləndirir. Çünki bunun səviyyəsi bu qədərdir da. Bir dənə xırda dislike onu nədir? Kədərləndirir. 5 nəfər canlısına baxmaq bunu narahat edir. Bir halda ki, çox mühüm bir şey də deyil. İnsan budur. Allah sənə and verəm öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə, Allahlığına xatir. Dərdlərimizə dərman ol. Bu dünyada sən bir qayda qoyubsan ilahi, insanları imtihan eləyirsən. Deyə bilmərik, ilahi bizi imtihan eləmə. Deyirik, Pərverdigar, imtihanlarının qarşısında bizə qüvvət və qüdrət ver. Pərverdigar, çətinliklərin qarşısında bizə səbr, təvəkkül və istiqamət ver. Sənə and veririk izzət və cəlalına, ya Rəbbəl aləmin, dünya çətinliklərində bizi mübarizədə
qalib elə. Sənə and verirəm izzət və cəlalına Pərverdigarı, bizi ailə, uşaq qarşısında başı aşağı eləmə. Səni and verirəm izzət və cəlalına, ya Rəbbəl aləmin, öz halal ruzilərindən hər birimizi ruzimənd elə. Səni and verirəm öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə, Allahlığına xatir məscidimizi, elimizi, obamızı, gənclərimizi, cavanlarımızı, ağsaqqallarımızı bərəkətli qərar verir. İmam Zaman əleyhissalamın zuhuru təzim, Muhammed və Ali Muhammedə salavat yad edin inşallah. Bismillahirrahmanirrahim vəl asr. İnnel insane lefî khusr illellezîne âmenû ve amilus sâlihat ve tevâsav bil hakkı ve tevâsav bis sabr.